toyda ki bu oxuduzsa, apar tulla o toyu. Hacı Şahinin sevimli qızı Fatimənin toyu haqqında yazıb. Hacı Şahinin qızının toyuna yazıb ki, apar tulla o toyu. Toyda Hacı Talih oxuyub, ona görə belə bir mənfi rəy yazıb. Təəssüflər olsun ki, Hacı Şahinin qızının toyu ilə bağlı mənfi rəy yazanları da gördüm. Təbii ki, çoxluq təbrik edir, amma mənfi, negativ rəylər yazanlar da var. Çox qəribədir. Oğlu toy eləyəndə yazırdınız ki, İrana bomba atırlar, ayıb olsun, Hacı Şahinin oğlu toy eləyir. İndi qızı toy eləyir, yazırsınız ki, bu toyu apar tulla. Bir başqası yazır ki, Hacı Şahin belə toy eləməzdi. Bəziniz yazırsınız ki, musiqi haramdır, amma dini toyda musiqi var. Biri də qeyd edib ki, deyəsən masanın üzərində araq da var. Yəni hər söz yazdınız. Utanmırsınızmı? Ayıb deyilmi? Yəni Hacı Şahini bu qədər sevirsinizsə, hesab edirsinizsə ki, Hacı Şahinə layiq toy deyil. Bu qədər sevirsinizsə, onun balası haqqında necə diliniz gəlir belə mənfi rəylər yazmağa? Necə yaza bilirsiniz?